Ağdama növbəti köç olub. Bu dəfə Kəngərli kəndinə daha 37 ailə, yəni 153 nəfər köçürülüb. Sakinlər doğma yurda qayıdış sevincini isə İTV xəbərlə bölüşüblər. Şükür Allah'ın böyüklüyünə bugünü gördük. Prezidentimizə çox minnətdarıq. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Mən öz qızımla qayıdıram. Gedim kəndimə. Ölsəm də kəndimdə ölüm. Bugün gözləyirəm ki, Ağdamı görmək və orada istəyirəm ki, həkim olmaq istəyirəm. Yəni arzu edirəm ki, orada xəyalımı qurum, həkim işləyim. Nənəm, babam deyirdi ki, Kəngərli o qədər gözəldir ki, yəni gedib görəcəksən. 63 yaşında öz torpağımıza, öz vətənimizə yedirik. Mən prezidentimizə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Ana torpağıma qayıdıb gedirəm, öz torpağıma qovuşuram. Bir ona sevinirəm mən. Bizə dəfə baxıb gəlmişəm.